Salam, hər vaxtınız xeyir olsun. Deməli, bugün çəkilmiş riyaziyyat fen olimpiyadasının 11-ci sinif üzrə 19-cu sualının izahını vermək istəyirəm. Çox yaxşı bir sualdır, qısa yolunda izah eləyərəm. Deməli, bizə ABCD dördbucaqlısı verilib. Dördbucaqlını buradan götürəcəm. Bu şəkildə olsun. ABCD. A, B, C bu şəkildə qeyd eləyək ki, işimizə yarasın. Deməli, bizə uyğun bucaqları verir. Deyir, BAC bucağı 15 dərəcə. BCA 15 dərəcə. O zaman burada 150 qaldığını bilirik. Eyni ilə DAC bucağı 45 dərəcə. ACD bucağı 30 dərəcə. Və bunun ardınca bizdən buranı tapmağımız istəyir. X. Deməli, əvvəla AB-ni, BC-ni radius olaraq və B-ni çevrə mərkəzi qəbul edən bir çevrə çəksək və həmin çevrənin D-dən keçdiyini varsayım eləyək. Yəni, D-dən keçdiyini qəbul eləyək, sonra isbatına baxarıq. Deməli, əgər çevrə bu 3 nöqtədən çəkirsə və C də B mərkəz olarsa, bunun üzərindən ixtiyari bir K nöqtəsi götürsəm, KC-ni bir də AK-nı birləşdirdiyim an, əgər B mərkəzdirsə, bura daxili bucaq olmalıdır. Bu zaman 150-nin yarısı 75 dərəcə olur. AKC bucağı. Eyni ilə ADC bucağına da 105 dərəcə qalır. Buradan görürük ki, bucaq ADC ilə bucaq K-nın cəmi 180-ı verir. Yəni, bu dörd bucaqlının xaricinə çevrə çəkmək olar. Həmçinin mərkəzi bucaq, daxili bucaq münasibəti öyrəndiyindən, deməli, BD-ni də biz radius qəbul eləyə bilərik. Buradan da 45 dərəcəlik qövsə söykənən, bucağa söykənən qövsümüz 90 dərəcə. X isə buradan 90 olaraq tapılır.